Deməli, bugün 2025-ci il üzrə Dövlət İmtahan Mərkəzinin təyin etdiyi coğrafiya fənnindən model testlərinin izahını sizə təqdim edəcəm. Deməli, ilk öncə birinci sualla başlayacağıq. Birinci sualda qeyd olunur ki, fiziki coğrafi rayonlara uyğun gələn e, deməli, əraziləri, gəlin düzənlikləri və onlara aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin nəzər yetirək verilmiş fiziki coğrafi rayonlara. Mərkəzi aranın Şəhər Ordubad və Arazboyu fiziki coğrafi rayonları verilib. Və burada təbii ki, coğrafi əraziləri də görürsünüz. Yəni düzənlikləri görürsünüz. Naxçıvan düzü təbii ki, aiddir Şəhər Ordubada. Ona görə biz Naxçıvan düzünü seçəcəyik Şəhər Ordubada. Cənub-Şərqi Şirvan düzü təbii ki, mərkəzi arana aiddir. Gəyən düzü aiddir Arazboyuya. Salyan düzü mərkəzi arana aiddir. İncə düzü təbii ki, aiddir Arazboyuya. Və Gülüstan düzü bu da aiddir Şəhər Ordubad fiziki coğrafi rayonuna. İndi isə bunlara aid olan ərazilərə aid olan xüsusiyyətləri seçək. Okean səviyyəsinin aşağıda yerləşir. Təbii ki, mərkəzi arana aid olan düzənliklər. Ona görə A gedəcək mərkəzi arana. Mütləq hündürlüyü 600 metrdən yüksəkdir. Bu fikir Şəhər Ordubaddakı düzənliklərə aiddir. Kiçik Qafqaz dağlarından cənub-şərqdə yerləşir. Təbii ki, Arazboyu fiziki coğrafi rayonunda yerləşən düzənliklər, yəni Gəyən İncə hərəmi düzləri. Qışı soyuq keçən yarım səhra və quru-çöl iqlimi hakimdir. Bu Şəhər Ordubadda görə biləcəyimiz iqlim yarım tipidir. Ona görə D gedəcək 2-yə. Xəzər dənizində birbaşa çıxışı var. Əlbəttə ki, mərkəzi aranın qeyd olunan düzənlikləri. Milmuğan hidroqovşağı burada yerləşir. Bildiyiniz ki, Milmuğan hidroqovşağı Araz çayı üzərindədir və Füzuli rayon ərazisinə düşür və Arazboyu fiziki coğrafi rayonunda yerləşir. Ona görə F də buraya uyğun gəlir. Deməli, bizim sualımızın doğru cavabı olacaqdır məhz D variantı. Bu sualın doğru cavabı qeyd edici ki, D variantıdır. Növbəti suala keçsək. Burada sxemdə vizual təhlil apararkən müəyyən etmək mümkündür, deyir. Gəlin baxaq görün nələri biz müəyyən edə bilərik. Çay şəbəkəsinin sıxlığı qeyd olunur. Təbii ki, biz burada çay şəbəkəsinin sıxlığını təyin edə bilmərik. Çünki çay şəbəkəsinin sıxlığını təyin etmək üçün bizim ehtiyacımız var. Çayların uzunluqlarına, on qolların uzunluğuna, həmçinin hövzənin sahəsinə bu kimi məlumatlar olmalıdır ki, biz ərazidə çay şəbəkəsinin sıxlığını təyin edə bilək. Yəni, buradan biz çay şəbəkəsinin sıxlığını təyin edə bilmərik. Ərazinin şərqində qarışıq meşələrin yayılmasını. Ərazinin şərqinə baxanda görürük ki, həqiqətən də mənim qeyd etdiyim bu hissədə qarışıq meşə yayılmışdır. Çünki burada həm enliyarpaqlı ağacların şərt işarəsini, həm də enliyarpaqlı ağacların şərt işarəsini birgə görürsünüz. Bu anlama gəlir ki, burada qarışıq meşə yayılmışdır. Ona görə ikinci fikir doğrudur. Qırılmış meşə və kolluqların geniş yayılmasını siz burada görə bilməzsiniz. Çünki qırılmış meşələrin şərt işarəsi bax, bu formada olur. Və gördüyünüz kimi bu formada bir şərti işarə bu sxemdə öz əksini tapmamışdır. Ona görə deyəcək ki, üçüncü fikir doğru deyil. Ərazinin qərb hissəsinin daha meyilli olmasını, ərazinin qərbinə baxanda görürük ki, burada horizontallar bir-birinə daha sıx çəkilmişdir. Bilməlisiniz ki, horizontallar bir-birinə sıx çəkilmişdirsə, həmin ərazidə meyillik daha çoxdur, anlamlı daşıyır. Horizontalların bir-birinə aralı çəkilməsi isə həmin ərazilərdə biz qeyd edəcəyik ki, meyilliyin az olması anlamı daşıyır. Və baxanda görürük ki, horizontalların sıx çəkildiyi istiqamət ərazinin qərb istiqamətidir. Deməli, qərbində meyillik daha çoxdur. Ona görə dördüncü fikir doğrudur. Relyefin mütləq hündürlük amplitudasını biz burada relyefin mütləq hündürlüyünü təyin edə bilərik. Bəli, burada relyefin mütləq hündürlüyü bərabərdir 156,1-ə. Amma biz burada relyefin hündürlük amplitudasını təyin edə bilmərik. Ona görə ki, tam olaraq ən alçaq nöqtənin hansı hündürlüyə bərabər olduğunu müəyyən edə bilmirik. Relyefin mütləq hündürlük amplitudası ən yüksək ərazi ilə ən aşağı ərazinin arasındakı fərqə bərabərdir. Burada isə yenə deyirəm, ən yüksək nöqtəni təyin edə bilsək də, ən aşağı nöqtənin hündürlüyü tam olaraq nə qədərdir müəyyən edə bilmədiyimiz üçün, əlbəttə ki, mütləq hündürlük amplitudasını təyin edə bilməyəcəyik. Ona görə 5-ci fikri seçmirik. Ərazinin qərbində yarğanların inkişaf etməsini, bu gördükləriniz, bu gördüyünüz daha doğrusu, yarğanın şərt işarəsidir və baxırıq ki, məhz sxemin qərb hissəsindədir. Deməli, ərazinin qərbində yarğanların inkişaf etməsini görməyimiz mümkündür. Bu sualın doğru cavabı 2, 4, 6 olmaqla Y variantı olacaqdır. Növbəti suala keçsək, Cənubi Avropanın sahil xəttləri çox parçalanmışdır. Yarımada və adaların relyefi
əsasən dağlıqdır. Piriney, Apenin və Balkan yarımadalarındakı dağlar intensiv tektonik və seismik proseslərlə səciyyələnir. Etna, Vezuvi kimi fəaliyyətdə olan vulkanlar burada yerləşir. Balkan yarımadasında karst relyef formaları yayılmışdır. Mətnə əsasən hansı fikirlər doğru deyil, deyir. Birinci fikrə baxaq. Bir ərazinin relyefinin formalaşmasında Alp dağı əmələ gəlməsinin rolu böyükdür ifadəsi tamamilə doğrudur. Cənubi Avropa Alp-Himalay geosinkronal qurşağında yerləşir və ərazinin formalaşmasında Alp dağı əmələ gəlməsi təbii ki, çox böyük önəm kəsb edir. Ona görə birinci fikir doğrudur. Bizdən doğru deyili soruşduğu üçün birinci fikri seçməyəcəyik. İkiyə baxaq. Fəaliyyətdə olan vulkanlar səbəbindən regionun mütləq hündürlüyü yüksəkdir. Burada region Piriney yarımadasını, Apenen yarımadasını və Balkan yarımadasını əhatə edir bildiyiniz kimi. Və biz deyəcəyik ki, vulkan isə bu regionda sadəcə İtaliya dövlətinin ərazisində var. İtaliyada Apenen yarımadasında Vezuvi vulkanını, Siciliya adasında Etna vulkanını, Stromboli adasında Stromboli vulkanını görə bilərik. Və bunlar bu ərazidə regionun mütləq hündürlüyünün yüksək olmasına səbəb olan vulkanlar deyil. Yəni bu fikir doğru deyil. Ona görə ikinci fikri doğru olmayan fikir kimi seçirik. Üçə baxaq. Regionda dəniz və körfəzlərin sayı deməli çoxdur. Bu fikir tamamilə doğrudur. Bəli, biz regionda kifayət dəniz və körfəz görə bilərik. Məsələn, Cənubi Avropanın cənub hissəsini nəzərə yetirəndə elə Apenen yarımadasının sahillərində Liguriya, Tirren, Adriatik, İonik kimi dənizləri görə bilərik. Üçüncü fikir doğrudur. Seismiklik çox olduğundan regionda zəif mənimsənilmiş ərazilər çoxdur ifadəsi doğru deyil. Çünki bəli, bu regionda seismiklik yüksəkdir. Çünki Alp-Himalay geosinkronal qurşaqlığında yerləşir. Amma belə qeyd edim ki, burada məskunlaşan əhali həyat şəraitini buna görə tənzimləyib bu əraziləri mənimsəyiblər. Tarixən bu ərazilər mənimsənilib. Yəni, burada seismiklik səbəbilə zəif məskunlaşılacaq ərazi yoxdur. Bütün ərazilər maksimum dərəcədə mənimsənilib və seismiklik nəzərə alınmadan. Yəni, məsələn, Yaponiyaya nəzərə yetirin. Yaponiyada, düz Yaponiya bu regiona aiddir. Yəni, misal göstərmək üçün deyirəm ki, məsələn, Yaponiyada biz deyə bilərikmi ki, seismiklik çox olduğundan regionda zəif mənimsənilmiş ərazilər çoxdur? Təbii ki, o deyil. Niyə? Çünki zaten Yaponiya əhalisi bunu nəzərə alıb, buna uyğunlaşıb həmin ərazilərdə məskunlaşıblar. Və ya da elə Azərbaycan özünü. Azərbaycan da seismik cəhətdən bilirsiniz ki, aktiv bir ərazidir. Amma biz seismikliyi nəzərə alıb bu əraziləri mənimsəməmişik ki. Bu əraziləri mənimsəmişik və buradakı seismikliyi nəzərə alaraq mənimsəmişik. Həyat şəraitimizi buna uyğunlaşdıraraq mənimsəmişik. Ona görə də biz deyəcəyik ki, dördüncü fikir doğru deyil. Yəni, seismiklik çox olduğundan regionda zəif mənimsənilmiş ərazilər çoxdur ifadəsi deyəcək ki, doğru deyil. Sonra növbəti fikrə nəzər salaq. Sahil xətlərinin çox parçalanması ərazinin dördüncü dövr buzlaşmasına məruz qalması ilə əlaqədardır. Bu fikir doğru deyil. Çünki bu ərazi dördüncü dövr buzlaşmasına bilməlisiniz ki, məruz qalmayıb. Çünki dördüncü dövr buzlaşmasına biz Şimal Amerikanın şimalında, Avropanın şimalında və Asiyanın şimalında rast gələ bilərik. Regionun şərqində əhəng daş süxurları geniş yayılmışdır. Regionun şərqi Balkan yarımadasına uyğun gəlir və Balkan yarımadasında kifayət qədər əhəng daş süxuru geniş yayılıb. Elə geniş yayıldığına görə mətndə də qeyd olunduğu kimi biz Balkan yarımadasında karst relyef formalarının çox yayıldığını görə bilərik. Yəni 6-cı bənd doğru bənd. Burada yanlış olan qeyd etdiyim kimi 2, 4 və 5-ci bəndlər olacaqdır. Növbəti sualımız əlamətləri əsasən iqlim diaqramını müəyyən edin. Baxaq görək. Birinci fikrə nəzər yetirək. Deyir, aid olduğu iqlim vilayəti daxilində yay aylarında irriqasiya işləri aparılır. Yəni, demək, yay aylarında bu əraziyə yağıntı düşmür. İrriqasiya suvarma əkinçiliyinə deyilir. Bu diaqram aid olduğu ərazilərdə dünyanın mühüm kurort turizm rayonları yerləşir. Artıq məndə bir fikir formalaşdı ki, bu hansı iqlim tipi ola bilər. Aid olduğu iqlim qurşağında 4 fəsil müşahidə edilir. Tam rahatla deyə bilərəm ki, burada söhbət gedir subtropikin Aralıq dənizi iqlim tipindən. Bəli, Aralıq dənizi iqlim tipində biz 4 fəslin 4-ünü də tam olaraq aydın müşahidə edə bilərik. Aralıq dənizi iqlim tipi bilirsiniz ki, yağıntıları qış fəslində alır. Ona görə də bu ərazilərdə yay aylarında suvarma əkinçiliyi özünü göstərməkdədir. Bir də bilirsiniz ki, Aralıq dənizi iqlim tipinin yayıldığı ərazilər
mühüm kurort turizm bölgeleri hesab olunur. Özellikle Cənubi Avropa. Ona göre birinci seçeceğimiz diagram Aralık Denizi iklim tipiyle bağlı olmalıdır. Gələk ikinciye. Deyir ki, ait olduğu iklim vilayeti dahilinde en yarpaklı meşeler təbii zonası geniş yayılmıştır. İqlim diaqramının aid olduğu vilayət daxilində yağıntıların fəsillər üzrə paylanmasında kəskin fərq müşahidə edilmir. Bu diaqramın aid olduğu iqlim vilayətində il boyu mülayim hava kütlələri hakimdir. Əziz yoldaşlar, bilməlisiniz ki, enliyarpaqlı meşələr təbii zonası mülayim iqlim qurşağında özünü göstərir. Mülayim dəniz, mülayim kontinental iqlim tiplərində biz enliyarpaqlı meşələr təbii zonasını görə bilərik. Burada qeyd edilir ki, iqlim diaqramının aid olduğu vilayət daxilində yağıntıların fəsillər üzrə paylanmasında kəskin fərq müşahidə edilmir. Ona görə rahatlıqla deyə bilərəm ki, burada söhbət mülayim dəniz iqlim tipidir. Bunu nəzərə alaraq gəlin diaqramlarımızı seçək o zaman. Baxaq, Aralıq dənizi iqlim tipi deyəndə niyə 4'ü seçməyəsən ki? Bax, 4-cü diaqramı nəzərə yetirək. 4-cü diaqramı temperatur xəttinə bax. Temperatur xəttinə baxanda görürsən ki, bu hansı yarımkürədir? Şimal yarımkürəsi. Sənə belə deyim də, əgər bax bu şəkildə gördünsə, temperatur xəttini bu şimal yarımkürəsini ifadə edir. Bu şəkildə gördünsə, bu cənub yarımkürəsini ifadə edir. Deməli, 4-cü diaqram şimal yarımkürəsinə aiddir və yağıntılarını nəzərə yetirəndə, yağıntılarına baxanda görürük ki, daha çox yağıntı dekabr, yanvar, fevral aylarında, yəni şimal yarımkürəsinin qış aylarında düşür. Elə sən bilirsən ki, Aralıq dənizi iqlim tipi yağıntını da qışda alır. Ona görə də biz qeyd edəcəyik ki, məhz deməli 4-cü diaqram Aralıq dənizi iqlim tipini ifadə edir. Gələk mülayim dənizi axtaraq. Mülayim dənizlə bağlı sana onu deyə bilərəm ki, mülayim dəniz iqlim tipində sən bilməlisən ki, yağıntılar il boyu bərabər paylanır və temperatur əsasən 3-18 dərəcə arasında və yaxud 5-20 dərəcə arasında dəyişir. Bu da görəcəyik ki, məhz elə 5-ci diaqrama uyğun gəlir. Bax, 5-ci diaqramda sən görürsən ki, yağıntı il boyu bərabər paylanır, düzdürmü? Və temperaturu da əsasən 3-18 dərəcə arasında dəyişir. Deməli, 5-ci diaqramda bizim axtardığımız mülayim dənizin diaqramıdır. Deməli, burada biz fikir versək görəcəyik ki, doğru cavab 1'ə 4, 2'ə 5 olmaqla biz qeyd edəcəyik ki, Y variantı bu sual doğru cavabıdır. Növbəti suala keçidək. Burada bizə sxemi tamamlamaq tələb edir. Sxemi tamamlamalıyıq. Sxemi baxanda nə görürük? Sxemi baxanda gördük ki, burada birincisi Aralıq dənizi regionuna aid olan bir subregion seçməliyik. Məsələn, Cənub-Qərbi Asiya regionu bilirsən ki, Aralıq dənizi sahilindədir. Sonra Şimal Afrika, o da bilirsən ki, Aralıq dənizi sahilindədir. İndiyə baxaq. Məsələn, San Marino dövləti Aralıq dənizi. Biz deyəcəyik ki, deməli, San Marino bilirsiniz ki, İtalyanın tərkibində olan anklav dövlətdir və Cənubi Avropa regionuna aiddir. Bildiğin kimi Cənubi Avropa regionu da Aralıq dənizi sahilindədir. Ona görə biz 2'yə Cənubi Avropa yaza bilərik. Deməli, 2'də Cənubi Avropa olmalıdır, düzdürmü? O zaman C variantı, D variantı doğru cavab ola bilməz. Cənub-Qərbi Asiya regionunda yerləşən və Aralıq dənizinin çıxışı olan bir ölkə yazmalıyıq. Ümumiyyətlə, Cənub-Qərbi Asiya regionuna hansı dövlətlər aiddir? Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, İraq, Əfqanistan, həmçinin Livan, Suriya, İsrail, Fələstin, Ərəbistan yarımadasında yerləşən dövlətlər Cənub-Qərbi Asiya regionuna aiddir. Bildiğin kimi. Deməli, üçüncüyə biz Cənub-Qərbi Asiyada yerləşən bir dövlət yazmalıyıq. Bolqarıstan Cənub-Qərbi Asiya regionunda yerləşmədiyi üçün biz A variantını doğru cavab kimi götürə bilmərik. Daha sonra baxaq görək. Deməli, baxıram ki, B variantında da, Y variantında da üçüncü deməli, cədvələ məhz Türkiyə yazıb. Bəli, Türkiyə yazsaq doğru olar. Məhz Türkiyə Cənub-Qərbi Asiya regionuna aiddir və Aralıq dənizinə çıxışı mövcuddur. İndi gələk 1'ə və 4'ə. Baxaq görək. Bax, B variantında 1'ə Şərqi Avropa yazsaq, 4'ə Xorvatiya yaza bilərik. Yəni, burada bir sıxıntı yoxdur. Deməli, bura biz Şərqi Avropa yazsaq, çünki Şərqi Avropanın bir hissəsinin Aralıq dənizinə çıxışı var və Şərqi Avropada yerləşən Xorvatiya dövləti məhz Aralıq dənizi sahilində yerləşir.
Deyirsən müəllim, bəs niyə o zaman Y variantını seçmədiniz ki? Y variantında da birə Şərqi Avropa yazıb. Amma burada Bolqarıstan qeyd olunub. Bolqarıstan bəli Şərqi Avropa regionundadır, amma Araq dənizə çıxışı yoxdur. Bolqarıstanın sən bilməlisən ki, Qara dənizə çıxışı var. Ona görə də bu variantı seçmirik. Yəni sən burada e, elə region seçməliydin ki, Araq dənizə çıxışı olsun və həmçinin həmin regionda elə bir ölkə seçməlisən ki, onun da Araq dənizə çıxışı olsun. Bax, bütün variantlara gəl baxaq. Cənub-Qərbi Asiyanın Araq dənizə çıxışı var. Məhz Cənub-Qərbi Asiyada yerləşən Türkiyə dövlətinin Araq dənizi çıxışı var. Burada bir qayda pozuntusu yoxdur. Gəldi Şərqi Avropaya. Şərqi Avropanın bir hissəsinin Araq dənizinə çıxışı var. Məhz Şərqi Avropada yerləşən Xorvatiya dövlətinin də Araq dənizinə çıxışı var. Gəldik 3-cü sıraya. Cənubi Avropa Araq dənizinə çıxışa malikdir. Düzdürmü? Həmçinin San Marino'da biz bilirik ki, Cənubi Avropada yerləşir. Şimal Afrikanın Araq dənizi çıxışı var. Məhz Mərakeşin də biz deyəcəyik ki, çıxışı mövcuddur. O baxımdan da biz deyəcəyik, bizim doğru cavabımız burada olacaqdır. Məhz B variantı. Növbəti suala nəzərə yetirək. Xəritə sxemə əsasən BRICS təşkilatı daxil olan ölkələri və onlara aid ümumi xüsusiyyətləri müəyyən edin. BRICS deyəndə Braziliya, həmçinin Rusiya, Çin, Cənubi Afrika Respublikası və Hindistan dövlətləri nəzərdə tutulur. Yəni, bu dövlətlər BRICS təşkilatının tərkibində olan dövlətlərdir. İndi xəritə sxemə əsasən BRICS təşkilatına daxil olan ölkələri və onlara aid ümumi xüsusiyyətləri müəyyən edin. Birinci dövlət Kanadadır. Sən bilməlisən ki, Kanada BRICS təşkilatına daxil deyil. Beşinci dövlət bilirsən ki, Avustraliyadır və Avstraliya BRICS təşkilatına üzv deyil. 4 Səudiyyə Ərəbistandır. Məhz bu da BRICS-in üzvü deyil. 6 Əlcəzairdir. Əlcəzairin də deyəcək ki, BRICS-ə aidiyyatı yoxdur. 2 ilə 3-ə baxırıq. 2 Braziliyadır. Məhz bilməlisən ki, BRICS təşkilatına daxildir. 3 Çindir. Bunun da BRICS təşkilatına üzvlüyü var. Yəni biz burada Braziliya və Çinlə bağlı ümumi xüsusiyyətləri müəyyənləşdirməliyik. Filiz ehtiyatı ilə zəngindirlər. Həm Çin, həm də Braziliya filizlə zəngindir. Ona görə biz A-nı seçə bilərik. Yeni sənaye ölkələr qrupuna aid edilirlər. Xeyr, Braziliya və Çin inkişaf etməkdə olan dövlətlərin əsas ölkələr qrupuna aiddirlər. Yeni sənaye ölkələr qrupuna aid deyillər. Ona görə B doğru deyil. Böyük seslərə malikdirlər. Bəli, Braziliyada biz Itaipu su elektrik stansiyasını, Tucuruí su elektrik stansiyasını görə bilərik. Çində isə 3 dərə su elektrik stansiyasını görə bilərsiniz. C doğrudur. Ərazilərində köhnə sənaye rayonları yerləşir ifadəsi doğru deyil. İnsan inkişaf indeksi bu ölkələrdə çox yüksək deyil. Əhalinin əksər hissəsi ölkənin şərqində məskunlaşmışdır. Bəli, Braziliyanın şərqində, Atlantik Okean sahilində əhali daha çox cəmlənib. Həmçinin Çinin isə şərqində, Böyük Çin düzənliyində əhali daha sıx məskunlaşmışdır tarixən. Ona görə F də doğrudur. Bu ölkələr üçün ümumidir. Demək, doğru cavabımız 2, 3 və bunlara uyğun gələn A, C və F variantları. Doğru cavabımız olacaqdır. Məhz D variantı. Növbəti suala keçirilək. Ölkənin iqtisadi inkişaf səviyyəsi yüksəldikcə, kənd təsərrüfatında əhalinin məşğulluğu ilə məhsuldarlıq arasındakı əlaqəni göstərən qrafiki müəyyən edin. Əlbəttə ki, ölkənin iqtisadi inkişafı yüksəldikcə, kənd təsərrüfatında məşğul olan əhalinin sayı azalacaq, daha çox xidmət sektorunda çalışan əhalinin sayı artacaqdır. Biz bilirik ki, ölkələr inkişaf etdikcə, məhz həmin ölkələrin fəal əhalisi daha çox xidmət sektorunda çalışır. Məhz bilməlisiniz ki, kənd təsərrüfatında çalışan fəal əhalinin sayı azalır. Amma ölkənin iqtisadi inkişafı artdıqca, həmin ölkənin istehsal etdiyi kənd təsərrüfat məhsullarının məhsuldarlığı yüksəlir. Yəni, burada kənd təsərrüfatında olan məhsuldarlıqla kənd təsərrüfatında olan məşğulluq arasındakı əlaqə tərs mütənasib olacaqdır. Nəyə görə tərs mütənasib oldu? Çünki ölkə inkişaf etdikcə məhsuldarlıq artdı, amma məşğul olunan əhalinin sayı azaldı. Yəni, gördüyünüz kimi biri artdı, biri azaldı. Ona görə aralarında tərs mütənasib bir əlaqə var deyəcəyik. Yəni, doğru cavabımız D variantı. Növbəti suala keçsək, xüsusiyyətlərin aid olduğu iqtisadi rayonları xəritə sxemə müvafiq olaraq müəyyən edin. Burada birinci iqtisadi rayon Şəkizəqataladır. İkinci Qazax Tovuzdur. Üçüncü Mərkəzi Aran. 4 Şərqi Zəngəzur.
5. Şirvan Salyan. 6. Quba Xaçmaz iqtisadi rayonlarıdır. Deyir, ərazisində yay otlaqları geniş sahə tutur. Zəngin xromit və civə yataqlarına malikdir deyən kimi, əlbəttə ki, sənin ağlıva Şərqi Zəngəzur gəlməlidir. Belə ki, Şərqi Zəngəzurda sən bilməlisən ki, Kəlbəzərdə Göydərə xromit yatağı, Laçında isə ipək xromit yatağı var. Bununla yanaşı Kəlbəzərdə Ağ yataq, Şorublaq və Lefçay civə yataqları, Laçında isə Narzanlı və Gilgəççay civə yataqları mövcuddur. Gəldik ikinci bəndə. Ağır sənayesi əlvan metalurgiyaya əsaslanır. Şərabçılıq və kartofçuluq üzrə ixtisaslaşıb. Elə buradan kartofu görən kimi sən bilməliydin ki, Gədəbəydə söhbət gedir. Gədəbəydə Qazaq Tovuz iqtisadi rayonundadır. Ona görə də bura 2 uyğun gələcək. Belə ki, Qazaq Tovuz iqtisadi rayonunda biz əlvan metalurgiya görə bilərik. Belə ki, Qazaq Tovuz iqtisadi rayonunda, Gədəbəy rayonunda mis zavodu və qızıl zavodu fəaliyyət göstərir və hər iki zavod əlvan metalurgiya sənayesinə aiddir. Həmçinin biz burada kifayət qədər üzümçülük zonaları görə bilərik. Ona görə şərabçılıq inkişaf etmişdir və Gədəbəy, Şəmkir, Tovuz rayonlarında kartofçuluq ixtisaslaşmışdır deyə bilərik. Üçüncü bəndə baxaq. Perspektivli polimetal yataqları vardır. Tütünçülük və qərzəkli meyvəsini inkişaf edib. Qərzəkli meyvəsi qoz, fındıq və şabalıqdır. Təbii ki, qoz, fındıq, şabalıq deyəndə ağla gələn ərazi Şəki-Zaqatala iqtisadi rayonudur. Şəki-Zaqatala iqtisadi rayonunda bəli, tütünçülük də inkişaf etmişdir. Bununla yanaşı biz burada perspektivli polimetal yataqları görə bilərik. Harada görəcəyik? Zaqatala və Balakən inzibati rayonlarında görəcəyik. Belə ki, Zaqatala və Balakəndə Katexçay, Mazımçay, Kastaq, Filitçay kimi polimetal yataqlarını görə bilərik. Ona görə də 3-ə uyğun gələcək 1. Dördüncü bəndə nəzərə yetirək. Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Ərazisində sənaye qovşağı var. Burada Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir fikri əslində həm 5-ci, həm də 6-cı iqtisadi rayonlara aiddir. Yəni həm Quba Xaçmaz, həm də Şirvan Salyan iqtisadi rayonları Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Amma burada bir bənd məsələni həll edir. Ərazisində sənaye qovşağı var deyir. Quba Xaçmazda sənaye qovşağı yoxdur, amma Şirvan Salyan iqtisadi rayonunda Şirvan və Salyan sənaye qovşağıdır deyəcəyik. Ona görə də burada söhbət gedir məhz 5-ci iqtisadi rayondan, yəni Şirvan Salyandan. Deməli 1-ə 4, 2-yə 2, 3-ə 1, 4-ə də 5 olmaqla sualımızın doğru cavabı Y variantıdır deyəcəyik. Növbəti suala keçid edək. Doğru ifadələri müəyyən edin deyir. Burada müxtəlif istiqamətlər verilib və bu istiqamətlərə uyğun olaraq biz hansı fikirlərin doğru olduğunu müəyyənləşdirməliyik, əziz yoldaşlar. Deməli, baxaq. Deyir ki, birinci istiqamət görürsünüz ki, Böyük Qafqazda yüksək dağlığa doğru istiqamətlənib. Daha görə birinci istiqamət üzrə yağıntıların miqdarı artacaq mı? Bəli, birinci istiqamət üzrə biz Böyük Qafqazın yüksək dağlığına doğru getdiyimiz zaman yağıntıların miqdarı artacaq. Buxarlanma qabiliyyəti azalacaq mı? Bəli, çünki yüksək dağlığa doğru qalxdıqca temperatur azaldığı üçün buxarlanma qabiliyyəti azalır. Yəni birinci bənd doğrudur. Gələk 2-yə. 2-də də görürsünüz ki, yüksək dağlığa doğru istiqamətlənib ox. Deyir, bulutlu günlərin sayı azalır. Əksinə, yüksək dağlığa doğru getdikcə bulutlu günlərin sayı deyir ki, çoxalır. Radiasiya miqdarı artır mı? Bulutluq artdığı üçün radiasiya miqdarı artmır, əksinə azalır. Yəni ikinci bənd doğru deyil. Üçüncü sıraya baxaq. Görürsünüz, Talış dağlarından üzü Lənkəran ovalığına doğru istiqamətlənmişdir. Deyir, yağıntıların miqdarı artır. Üzü Lənkəran ovalığına doğru, bəli, yağıntıların miqdarı artır. Günəşli saatların sayı da bulutluğun üzü Lənkəran ovalığına doğru artması səbəbilə günəş saatların sayı deyir ki, azalır. Burada hər iki fikir doğru olduğu üçün üçüncü bəndi doğru götürürük. 4-ə baxaq. 4-də deyir ki, məhz Zəngəzur silsiləsindən üzü Naxçıvan düzünə doğru istiqamətlənib ox. Deyir, buxarlanma qabiliyyəti artır. Doğru deyir. Zəngəzurdan üzü Arazboyu düzənliklərə doğru getdiyimiz zaman buxarlanma qabiliyyəti temperaturun artması ilə əlaqədar olaraq artır. Yağıntıların miqdarı artmır, azalır. Çünki yağıntıların miqdarı burada yüksək dağlığa doğru artır. Düzənliyə doğru gəldiyimiz zaman yağıntı miqdarı azalır. Ona görə 4-cü bənd doğru deyil. 5-ci istiqamətə baxaq. Burada da məhz Gəncə Qazax düzündən üzü Şahdağ silsiləsinə doğru oxun istiqamətləndiyini görürük. Deyir, rütubətlik artır. Bəli, yüksək dağlığa doğru qalxdığımız zaman rütubətlik artır. Orta aylıq temperatur yüksək dağlığa doğru qalxdığımız zaman temperaturun azalması ilə əlaqədar olaraq təbii ki, azalır.
Burada verilen her iki fikir doğru olduğu için biz diyeceğiz ki burada doğru sıralar birinci, üçüncü ve beşincidir. Yani A variantı bizim sualımızın məhz biz diyeceğiz ki doğru variantıdır. Növbəti sual. Deyir, AB və CD xətləri boyunca formalaşan fərqli landşaft tiplərini müəyyən edin. Əziz yoldaşlar, biz CD istiqamətinə və AB istiqamətinə baxdığımız zaman hər iki istiqamətdə nival və subnival landşaftı, hər iki istiqamətdə subalp və alp çəmənliklərini görə bilərik. Həmçinin hər iki istiqamətdə yarım səhra, hər iki istiqamətdə quruçol landşaftını da görə bilərik. Görə bilməyəcəyik nə? AB istiqamətində dağ meşə landşaftı var. Hansı ki biz ona CD istiqamətində rast gələ bilmərik. Çünki bilirsiniz ki Naxçıvanda meşə tala şəklində yayılmışdır. Zolaq şəklində dağ meşə landşaftı yoxdur. Eyni zamanda CD istiqamətində biz dağ kserofit görə bilərik. Hansı ki biz bunu AB istiqamətində görə bilmərik. Yəni AB istiqamətində dağ kserofit yoxdur. Deməli AB istiqamətində olub CD istiqamətində olmayan dağ meşədir. Və yaxud CD istiqamətində olub AB istiqamətində olmayan isə dağ kserofitdir. Deməli, bu hər iki istiqamət boyunca fərqli landşaftlar dağ meşə və dağ kserofit olacaqdır. Doğru cavabımız olacaq C variantı. Növbəti suala keçirik. Azərbaycanın geoloji quruluşu üçün xarakterik əlamətləri müəyyən edindir. Böyük və Kiçik Qafqaz dağları Tets okeanında ada şəklində qalxmağa başlamışdır ifadəsi biz deyəcəyik ki, doğrudur. Burada yanlışlık yoxdur. Bütün fiziki coğrafi vilayətlərdə vulkan mənşəli süxurlar geniş yayılmışdır ifadəsi doğru deyil. Bizim bütün vilayətlərimizdə vulkanik mənşəli süxurlar təbii ki görmürük. Böyük Qafqazda yüksəkliyə doğru süxurların yaşı artır ifadəsi doğrudur. Bəli, biz Böyük Qafqazda yüksəkliyə doğru qalxdığımız zaman süxurların yaşı artır. Belə ki, əsasən alçaq dağlıq ərazilərdə 4-cü dövrün çökmə süxurlarını, həmçinin Neogen yaş süxurları, orta dağlıq ərazilərdə əsasən Tabaşir dövrünün süxurlarını, Böyük Qafqazın yüksək dağlığında isə Yura dövrünün süxurlarını görə bilərik. Bu da onu göstərir ki, yüksək dağlığa doğru burada məhz süxurların yaşı artır. Azərbaycanın çox hissəsində Mezozoy erasının çökmə süxurları deyəcək ki, yayılmışdır. Azərbaycan ərazisinin çox hissəsində Mezozoy yox, Kaynozoy erasının çökmə süxurları, yəni 4-cü dövrün çökmə süxurları yayılmışdır. 4-cü fikir doğru deyil. Palsı vulkanlarına yalnız tektonik qalxma zonalarında rast gəlinir ifadəsi doğru deyil. Belə ki, əziz yoldaşlar, bizlər palsı vulkanlarına həm də kür tektonik əyilməsində görə bilərik. Biz demişdik ki, palsı vulkanları Abşeron Qobustanda, həm Abşeron Qobustan fiziki coğrafi rayonunda, Dağlıq Şirvan fiziki coğrafi rayonunda, bir də Mərkəzi Aran fiziki coğrafi rayonunun cənub-şərqi Şirvan düzündə rast gələ bilərik. Yəni, həm kür tektonik əyilməsində, həm də deyəcək ki, Böyük Qafqaz tektonik qalxmasında palsı vulkanlarına rast gəlmək mümkündür. Yəni 4-cü və 5-ci bəndlər doğru deyil. 6-cı bənd tektonik qırılmalar dağlıq əraziləri daha çoxdur ifadəsi tamamilə doğrudur. Tektonik qırılmalar dağlıq ərazilər daha çox olduğu üçün elə mineral bulaqlarımız da daha çox tektonik qalxma ərazilərində, dağlıq ərazilərdə qarşımıza çıxır. Bu sualın doğru cavabı 1, 3 və 6 olacaqdır. Yəni Y variantı. Növbəti suala keçirik. Eylerben diaqramına uyğun bəndləri müəyyən edindir. Braziliya cəryanı və Bengel cəryanı var. Bilirsiniz, Braziliya cəryanı isti cəryanıdır, Atlantik okeanındadır. Məhz Braziliya cəryanı şimaldan cənuba doğru istiqamətlənir. Çünki cənub yarımkürəsində olan bir isti okean cəryanı olduğu üçün şimaldan cənuba doğru istiqamətlənir. Bengel cəryanı soyuq okean cəryanıdır, Atlantik okeanındadır və cənubdan şimala doğru istiqamətlənir. Cənub istiqamətində hərəkət edir. Əlbəttə ki, Braziliya cəryanı. Soyuq okean cəryanıdır. Əlbəttə ki, Bengel cəryanı. Atlantik okeanına aiddir. Əlbəttə ki, hər ikisi. Dəyişkən rütubətli meşələrin yaranmasına səbəb olur. Ümumiyyətlə, meşələrin formalaşması isti okean cəryanlarına əsasən olur. İsti okean cəryanları keçdikləri sahil boyu ərazilərdə bol rütubətlənmə yaratdığı üçün o ərazilərdə biz meşə formalaşdığını görə bilərik. Yəni, dəyişkən rütubətli meşələrin yaranmasına təbii ki, isti Braziliya cəryanı təsir göstərəcəkdir. Arid iqlim şəraiti formalaşdırmaq soyuq okean cəryanlarına aiddir. Ona görə arid iqlim şəraiti yaradır ifadəsi Bengel cəryanına aid olacaqdır. Cənub yarımkəsində yerləşir. Bunun hər ikisi də bilirsiniz ki, Cənub yarımkəsində yerləşir. Demək, 1-ə 1-4, 2-ə 2-5, 3-ə 3-6 olmalı. Bu sualımızın doğru cavabı B variantı olacaqdır. Növbəti sual deyir, 1000 kubmetr oduncaqdan
Afrika ölkələrində 13 ton, inkişaf etmiş ölkələrdə isə 200 ton kağız və karton alınır. İnkişaf etmiş ölkələrdə məhsuldarlığın yüksək olmasının səbəbini müəyyən edir. Bir xam malın keyfiyyətinin fərqli olması. Hər ikisində xam malın keyfiyyəti eynidir. Çünki oduncaq inkişaf etmiş və etməkdə olan ölkələrdə fərqli ola bilməz ki, oduncaq təbiətin bizə bəxş etdiyi nemətdir. Ya oduncağı insan istehsal etmir ki, inkişaf etmiş və etməkdə olan ölkələrdə bunun keyfiyyəti fərqli olsun. Mesela maşın değil ki bu. Paltar değil ki bu. Telefon değil ki bu. Deyəsən ki, istehsalçı ölkəyə görə keyfiyyəti fərqlənsin. Oduncaqdır da bu, ağacdır. Bunun inkişaf etmiş və etməkdə olan ölkələrdə keyfiyyəti nə dərəcədə fərqli ola bilər ki? Hər ikisində də oduncağın keyfiyyəti eynidir. Yəni bu fikir, birinci fikir doğru deyil. Xam malın daşınmasının ucuz başa gəlməsi. Xam malın daşınmasının ucuz başa gəlməsi məhsuldarlığa təsir göstərmir ki, məhsulun maya dəyərinə təsir göstərir. Ona görə ikinci bənd doğru deyil. Xam maldan kompleks istifadə edilməsi. Bəli, inkişaf etmiş ölkələrdə əsasən məhsuldarlığın yüksək olması bu ölkələrdə mövcud xam maldan, yəni oduncaqdan kompleks şəkildə istifadə olunmasıdır. Yəni oduncağın hər şeyindən istifadə edirlər. Ona görə də məhsuldallıq yüksəkdir. Amma inkişaf etməkdə olan ölkələrdə texnika və texnologiyanın zəif olmasına görə kompleks istifadə etmək çox da mümkün olmur. İndi üçüncü bənd bizim sualımızın doğru cavablarındandır. Qabaqcıl texnika və texnologiyanın tətbiqi bəli, inkişaf etmiş ölkələrdə məhsuldarlığı daha da artırır. İstehsalda ucuz enerji mənbələrindən istifadə edilməsi fikri yenə də biz deyəcəyik ki, məhsuldarlığa təsir göstərmir. Xam malın maya dəyərinə, yəni məhsulun maya dəyərinə təsir göstərir. Ona görə 5-ci bəndi seçmirik. Doğru cavab 3 və 4 olmaqla D variantıdır deyəcəyik. Növbəti suala baxaq. Bakı şəhərində saat 14:10 olarsa, xəritə sxemində yerli vaxtı 20:50 və 12:50 olan məntəqələrin müvafiq olaraq müəyyən edindir. Baxın, biz bunları belə qruplaşdıra bilərik. Əgər Bakıda, yəni 50 dərəcə şərq uzunluğunda saat 14:10-dursa, biz 12:50 və 20:50-ni harada axtarmalıyıq? Biz bilirik ki, şərqdəki məntəqələr özündən qərbdə yerləşən məntəqələrdən zaman baxımından irəli olur və siz bilirsiniz ki, məhz 20:50 Bakıdan şərqdə olacaqdır. Yəni 20:50-ni biz Bakıdan sağda axtarmalıyıq. Məhz 12:50-ni isə Bakıdan solda axtarmalıyıq. Çünki 12:50 zaman baxımından bizdən geri olduğu üçün qərbdə yerləşir. İndi baxaq. Bunlar arasında zaman fərqini müəyyənləşdirək. İlk öncə 14:10-dan 12:50-ni çıxaq. Bu da rahat çıxmaq üçün gəl 14:10-u 13:70 olaraq yazaq. Biz 14:10-u əgər orada xırdalama aparsa, 1 saatını dəqiqə çevirsək, 14:10-u 13:70 olaraq yaza bilərik. Bundan da 12:50-ni çıxdığımız zaman 1 saat 20 dəqiqə alacaq. 1 saat 20 dəqiqəmizlə bərabərdir. Bilirsiniz ki, 80 dəqiqə. Əziz yoldaşlar, bilirsiniz ki, bir dərəcəmiz 4 dəqiqəyə bərabərdirsə, 80 dəqiqəmiz də bərabər olacaq neçə dərəcəyə? Əlbəttə ki, 20 dərəcəyə. Demək, Bakı ilə həmin söhbət gedən 12:50-nin olduğu coğrafi enlik arasında 20 dərəcə zaman fərqi var. Bu 20 dərəcə zaman fərqinə görə biz artıq müəyyənləşdirəcəyik ki, həmin məntəqə 30 dərəcə şərq uzunluğunda yerləşir. Bunu tapdıq. Baxanda görürük 30 dərəcə şərq uzunluğuna düşən coğrafi obyekt F məntəqəsidir. Deməli, 12:50-nin qeydə alındığı məntəqə olacaq F. İndi gəl 20:50-dən 14:10 arasındakı zaman fərqinə baxaq. 20:50-dən 14:10-u çıxdığımız zaman 6 saat 40 dəqiqə olacaq. 6 saat 40 dəqiqəmiz də bərabər təbii ki 400 dəqiqəyə. Bir dərəcəmiz 4 dəqiqədirsə, o zaman 400 dəqiqəmiz, əziz yoldaşlar, bərabərdir məhz 100 dərəcəyə. Demək, Bakı ilə həmin məntəqə arasında 100 dərəcə fərq varsa, həmin məntəqə düşməlidir 150 dərəcə şərq uzunluğu. Çünki Bakı 50 şərq uzunluğunda yerləşir. Belənlər arasında 150 dərəcə şərq uzunluğu da baxacaq görəcək ki, A məntəqəsidir. O zaman, deməli, 20:50-nin qeydə alındığı məntəqə oldu A. 12:50-nin qeydə alındığı məntəqə oldu F. Doğru cavabımız olacaq məhz D variantı. A və F. Növbəti sualımıza nəzər yetirək. Xəritə sxemində su toplayıcı hövzəsi verilmiş çaya aid xüsusiyyətləri müəyyən edin. Biz burada baxanda gördük ki, söhbət burada Qaradənizdən gedir. Qaradənizdən və Qaradənizə tökülən Dunay çayından söhbət gedir. Yəni biz Dunay çayına aid xüsusiyyətləri müəyyən etməliyik. Alp, Karpat və Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Bu ifadə tamamilə doğru ifadədir. Bəli, Dunay çayının
qolları arasında Alp dağlarından, Balkan dağlarından və Karpat dağlarından başlayan çaylar var. Avropanın en uzun çayı hesab olunur ifadəsi doğru değil. Çünkü Avropanın en uzun çayı Dunay yok, Volga çayıdır. Ona göre ikinci bənd doğru değil. Dunay Avropanın ikinci en uzun, biz deyəcəyik ki, çaydır. Gürsulluq yayda müşahidə olunur. Bilməlisiniz ki, əsasən Dunay çayında gürsulluq il boyu müşahidə olunur. Axdığı iqlim quşağı mülayim iqlim quşağıdır. Hövzəsinin bir hissəsi biz deyəcəyik ki, mülayim dəniz, bir hissəsi, böyük hissəsi mülayim kontinentallıdır və il boyu əsasən yağıntı bura bərabər şəkildə düşdüyünə görə biz deyəcəyik ki, hövzəsində gürsulluq yayda yox, əsasən yazda və yaxud da ki, il boyu müşahidə olunur. Nəqliyyat əhəmiyyəti əlbəttə ki, Dunay çayının nəqliyyat əhəmiyyəti böyükdür. Mülayim və subtropik iqlim quşaqlarından keçir ifadəsi doğru deyil. Çünki mülayim iqlim quşağından keçir, subtropik iqlim quşağını görmür. Kanal vasitəsilə Reyn çayına birləşir ifadəsi doğrudur. Bəli, Dunay çayı kanal vasitəsilə Reyn çayına birləşir. Doğru cavabımız 1, 4, 6 olmaqla C variantı olacaqdır. Növbəti sualımız yer səthinin verilmiş sxemlərinə uyğun gələn əlamətləri müəyyən edin. Burada baxırsınız ki, sırf qalxma müşahidə olunmuşdur. Deməli, bura geosinkronal ərazidir. Geosinkronal ərazidir. İkinciyə fikir verin, artıq bu ərazilərdə çökmə baş verib, aşınmalar baş verib. Vaxtilə qalxan ərazilərdə denudasiya, akkumulyasiya prosesləri gedərək düzənliyə çevrilib. Deməli, bura artıq platformaya çevrilmə mərhələsindədir. Ona görə də birinci sxem əsasən geosinkronalın 3-cü mərhələsini ifadə edir. İkinci sxem geosinkronalın əsasən 4-cü mərhələsini ifadə edir. Gəlin bunlara aid olan xüsusiyyətləri o zaman seçək. Geosinkronalın inkişafının 3-cü mərhələsinə aiddir ifadəsi təbii ki, birinciyə aiddir. Ona görə A bəndini 1-ə götürürük. Ural və Skandinaviya dağları qədim dağlar olduğu üçün daha çox ikinci sxemə uyğun gəlirlər. Ona görə B gedəcək 2-yə. Süxurların üfüqi yatımı müşahidə olunur. Hər iki sxemdə biz süxurların üfüqi yatımını görə bilərik. Ona görə C-ni heç birinə götürmürük. Geosinkronalın inkişafının 4-cü mərhələsinə aiddir ifadəsi təbii ki, ikinciyə aiddir. Endogen proseslər intensivdir, əlbəttə geosinkronal ərazilərdə, yəni birinci sxemə aid olacaqdır. Daxili proseslərin zəifləməsi ilə sabit sahələrə, yəni platformalara çevrilir, əlbəttə ki, ikinci. Ona görə F də gedəcək 2-yə. Demək, 1-ə A və Y, 2-yə B, D, F olmaqla doğru cavabımız olacaqdır. C variantı. Növbəti sualımız. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Burada bir neçə çay verilib və o çayların qidalama mənbələri göstərilib. Tərtərçay yağışla yox, tərtərçay yeraltı sularla qidalanır deməliydik. Tərtərçay ilə bağlı bilirsiniz də, məhz Kəlbəcər rayonunda Gəlinqaya zirvəsindən başlayır, vulkanik yayladan öz başlanğıcını götürür. Məhz Tərtərçay Kəlbəcər rayonundan başlayır, Ağdərə, Tərtər və Bərdə istiqamətində axaraq Kür çayına tökülür və Kürün sağ qollarından hesab olunur. Üzərində Suqovşan və Sərsəng su anbarları var, Ağdərə rayonunda yerləşir. Və qidalanmasını təbii ki, dediyimiz kimi əsas yeraltı sular üstünlük təşkil edir. Tərtərçay ilə bağlı bu məlumatlarda qeyd edim ki, 2 iqtisadi rayondan axır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, həmçinin 4 fiziki coğrafi rayondan keçir. Vulkanik yayla, Qarabağ Sıra dağları, Qazax Qarabağ və Mərkəzi Aran fiziki coğrafi rayonlarından keçir. Yəni, burada Tərtərçay ilə bağlı verilən bənd doğru deyil. Ağsu çay yağış sularının qidalanır ifadəsi tamamilə doğrudur. Ağsu çayın bu arada mənsəbi bilməlisiniz ki, yerləşir Kürdəmir rayonunda. Ağsu çayın üzərində Cavanşir su anbarı var Ağsu rayonunda. Bunları da qeyd edək. Gilançay Naxçıvan Muxtar Respublikasının çayıdır. Mənbəyi və mənsəbi Ordubada düşür. Qapıcıqdan başlayır. Qidalanmasının əsas mənbə qar və buzlaqdır. Yəni, qar və buzlaq qeyd olunmalı idi. Hətta Gilançay ilə bağlı o məlumatla qeyd edək ki, Gilançayın hövzəsində Paraqaçay və Diyaqçay qollarını görürük ki, məhz bu çayların hövzəsində də mis molibden ehtiyatı var. Yəni, Gilançayın hövzəsində mis molibden ehtiyatına rast gəlinir ifadəsi tamamilə doğru ifadədir. İndi burada Gilançay ilə bağlı verilən bənd amma doğru deyil. Çünki burada yağış yeraltı suları qeyd ediblər, amma Gilançayın qidalanmasının əsas buzlaq və qarın ərinti sularıdır. Araz çayı öz mənbəyini Türkiyədən Bingöl zirvəsindən götürür. Qidalanmasının əsas payı yeraltı sulardır ifadəsi doğrudur. Viləşçay buzlaqla qidalana bilməz. Ona görə ki, Viləşçay cənub bölgəmizin çaylarındandır.
Bizim cənub bölgəmiz qar xəttindən aşağıda yerləşdiyi üçün burada ümumiyyətlə buzlaq sahəsi yoxdur. Buradakı çayların qidalanmasında da ümumiyyətlə buzlaq suları rol oynamır. Biləkçayın qidalanmasının əsas mənbə yağış suları olaraq qeyd olunmalı idi. Amma buzlaq və qarın ərinti suları qeyd olunduğu üçün seçmirik. Pirsaatın qidalanmasında yağış suları doğru qeyd olunub və ona görə biz 6-nı seçəcəyik. Doğru cavabımız 2, 4 və 6 olmaqla A variantıdır deyəcəyik. Çalışdım bu sualda bir neçə əlavə məlumatlar da sizə deyim. Doğru sıraları müəyyən edin. Deməli, səbəb və nəticə əlaqələr verir. Təbiətdə suyun bir haldan digərinə keçməsi böyük və kiçik su dövranının olması ilə nəticələnir. Yəni, birinci bənd doğrudur. Rütubətin paylanması fiziki aşınmaya yox, kimyəvi aşınmaya təsir göstərə bilər. Ona görə fikir olaraq bu bənd doğru deyil. Yerin daxil enerjisi morfostruktur relief formalarını yox. Yerin daxil enerjisi, yəni endogen qüvvələr biz bilməliyik ki, morfostruktur relief formalarını yaradır. Morfostruktur relief formaları eksogen qüvvələrin təsirindən yaranır. Yəni, üçüncü sıra doğru deyil. Qida zənciri üzv maddələrin dövranına, yəni bioloji dövrana səbəb olur. Yerin öz oxu ətrafında fırlanması nəticəsində qabarma və çəkilmə baş verir. Ona görə 5 də doğrudur. Burada 1, 4 və 5 bizim sualımızın doğru cavabı olacaqdır. Yəni, C variantı bu sualın doğru cavabıdır deyəcəyik. Növbəti suala keçid edək. Dağın ətəyində havanın temperaturu 18 dərəcə, yamacda yerləşən A məntəqəsində isə 3 dərəcə olarsa, sxemdə A məntəqəsinin yerini müəyyən edin. Və deyək, B məntəqəsinin atmosfer təzyiqi 660-dır. Gəlin, bəri başdan B məntəqəsində təzyiqi qeyd edək, 660 mm civə sütunu. Və deyək, dağın ətəyində temperatur 18 dərəcə, yamacda da məhz 3 dərəcədir və burada 0 metri görürsünüz. İndi gəl baxaq gör, 0 metrdə təzyiq nə qədər olur? 760 mm civə sütunu. Bu tip suallarda sizin diqqətinizi də çəkməlidir. Sualın şərtində kəskin yüksəklik görmürsünüz. Ona görə də siz ilk öncə kəskin yüksəkliyin təyin olunması ilə başlamalısınız. Bax, 760 buradadır, 660 da buradadır. Aralarında 100 mm civə sütunu fərq var. Düzdürmü? Sən də bilirsən ki, hər 10 metrdə təzyiq 1 mm azalır. Bəs 100 mm təzyiqin azalması üçün bizə nə qədər hündürlük lazımdır? Əlbəttə ki, 1000 metr. Bu deməkdir ki, kənar horizontalla B nöqtəsi arasında 1000 metr hündürlük fərqi var və bunlar arasında 2 dənə boşluq var. Onda həmin o 1000 metri bu iki boşluğa böləndə azıcıq 500 metr. Bizim aldığımız 500 metr məhz kəsmə yüksəkliyi ifadə edir. Bunu bildik. İndi gələk nəyə? Burada deyək ki, dağın ətəyində temperatur nə qədərdir? 18. Zirvədə nə qədərdir? 3 dərəcə. O zaman bunlar arasında nə qədər temperatur fərqi var? 15 dərəcə. Biz də deyirik ki, qardaş, hər 1000 metrə temperatur 6 dərəcə azalmırmı? Bəs 15 dərəcə fərq yaranması üçün temperatur nə qədər, hündürlük nə qədər qalxmalıyıq? Hər 1000 metr 6 dərəcədirsə, məhz 15 dərəcə fərqin yaranması üçün bizə nə qədər hündürlük lazımdır? Əlbəttə ki, 2500 metr. 2500 metr hündürlük lazımdır. İndi gəl baxaq görə verilənlərdən hansında biz 2500 görəcəyik. Çünki okean səviyyəsində burada 18 dərəcədirsə, görək 3 dərəcəni harada qeydə ala bilərik. Bax, 0, 500, 1000, 1500, 2000, 2500. Görürük ki, ikinci məntəqə məhz 2500 metr hündürlükdə yerləşir. Düzdürmü? Niyə 500-500 qalxdım? Çünki biz az öncə tapmışdıq ki, kəsmə yüksəklik bərabərdir 500 metrə. İndi baxın, okean səviyyəsindən biz 2500 metr hündürlüyə qalxdıq və gördük ki, ikinci məntəqə 2500 metr hündürlükdə yerləşir və həmin məntəqədə temperatur 3 dərəcəyə bərabərdir. Doğru cavabımız olacaq burada məhz Y variantı. Növbəti sualımız. Respublikamızda əkinçiliyin dəmir şəraitinin aparıldığı ərazilər üçün səciyyəvidir. Dəmir əkinçiliyi bilirsiniz ki, məhz yağıntının çox düşdüyü dağlıq ərazilərdə özünü göstərir. Yəni, biz dəmir şəraitində aparılan aparıldığı ərazilər deyəndə məhz dağlıq ərazilərimizə nəzər yetirməliyik. Yəni, Respublikamızda əkinçiliyin dəmir şəraitində aparıldığı dağlıq ərazilər üçün səciyyəvi olan əlamətləri istəyir. Yəni, sırf dağlıq ərazilərə aid olan fikirləri seçməliyik. Torpaqların şorlanlaşma ehtimalı böyükdür. Torpaqların şorlanlaşma ehtimalı suvarılan ərazilərdə olur. Dəmir şəraitində olan ərazilərdə suvarılma aparılmadığı üçün orada şorlanlaşma problemini görə bilmərik. Və şorlanlaşma ehtimalı düzənlik ərazilərimizdə, yenə deyirəm, suvarılan ərazilərdə özünü göstərir. Əhali sıx məskunlaşmışdır. Bizim əhalimiz daha çox düzənlik ərazilərimizdə sıx məskunlaşıb. Dağlıq ərazilərdə əhalinin sıxlığı seyrəkdir. Ona görə ikinci bəndi seçmirik.
Çabaldı, dağ-qara və qəhvəyə dağ meşə torpaqları yayılmışdır ifadəsi tamamilə doğrudur. Bəli, biz bilməliyik ki, bizim dağlıq ərazilərimizdə Çabalıdır, dağ-qara və qəhvəyə dağ meşə torpaqları yayılmışdır. Dağlıq ərazilərimizdə həmçinin mülayim isti iqlim tipi üstünlüyü təşkil edir. Bu da doğrudur. Ən soyuq ayın, yəni yanvar ayının orta temperaturu 0 dərəcədən yuxarıdır ifadəsi doğru deyil. Çünki yanvar ayında dağlıq ərazilərimizdə orta aylıq temperatur məhz 0 dərəcədən aşağı olur. Əsasən dağətəyi və orta dağlıq ərazilər əhatə edir. Bəli, dəmiyə şəraitində əkinçinin aparıldığı ərazilər bizim dağətəyi və orta dağlıq ərazilərimizi əhatə edir. Ona görə bu sualımızın doğru cavabı 3, 4, 6 olmaqla D variantıdır deyəcəyik. Sonra inkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələri və onların bu qrupa daxil olmasına səbəb olan amilləri müəyyən edin deyir. Əziz yoldaşlar, siz bilməlisiniz ki, inkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələr deyəndə söhbət Singapurdan, söhbət Cənubi Koreya Respublikasından və həmçinin Kipr dövlətindən gedir. Verilənlər arasında Kipri görmədiyimiz üçün sadəcə Singapuru və Koreya Respublikasını seçəcəyik. Yəni inkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş dövlətlər Singapur və Koreyadır və biz bunlara aid olan onların bu qrupa daxil olmasına səbəb olan amilləri seçməliyik. Əhalinin təbii artımının tənzimlənməsi. Əhalinin təbii artımının tənzimlənməsinə görə ölkələr inkişaf etmiş ölkələr qrupuna aid edilmir. Yəni belə bir anlayış yoxdur. Yəni inkişaf etmiş ölkələr qrupuna daxil olmanın meyarları başqadır. Məsələn, ümumi daxili məhsulun hər nəfərinə düşən həcminin artması. Bəli, bu fikir biz deyəcəyik ki, ola bilər. Ki, məhz belə qeyd edək ki, ümumi daxili məhsulda hər nəfərə düşən deməli, maliyyə miqdarı artdığı üçün bu dövlətləri inkişaf etmiş ölkələr qrupuna aid edə bilərik. İxracatda kənd təsərrüfat məhsullarının payının artması. İxracatda kənd təsərrüfat məhsullarının payının artması əslində bu ölkənin zəif olması anlamını daşıyır. Əsasən inkişaf etmiş ölkələrdə emal edici sənaye məhsulları üstünlük təşkil edir ixracatda. Ona görə seni seçməliyik. Mürəkkəb təsərrüfat strukturuna malik olması. Bəli, bu dövlətlər mürəkkəb təsərrüfat strukturuna malik olduqları üçün inkişaf etmiş ölkələr qrupuna daxil edilə bilərlər. Xidmət sahələrinin sürətli inkişafı bu da biz deyəcəyik ki, bunların inkişaf etmiş ölkələr qrupuna aid olmasına səbəb olan amillərdəndir. Urbanizasiya səviyyəsinin yüksək olması fikri isə doğru deyil. Urbanizasiya şəhərləşmə deməkdir. Biz ərəb ölkələrin bir çoxunda, həmçinin Argentina, Uruguay kimi dövlətlərdə də urbanizasiyanın yüksək olduğunu görə bilərik. Amma bu dövlətlər inkişaf etmiş ölkələr qrupuna aid edilmir. Deməli, urbanizasiya səviyyəsinin yüksək olması bilməlisiniz ki, bir ölkənin inkişaf etmiş ölkələr qrupuna daxil olması üçün əsas amil sayılmır. Burada doğru cavabımız 3 və 5 və bunların inkişaf etmiş ölkə olmasına səbəb olan amillər B, D və C. B, D və Y çox üzr istəyirəm olacaqdır. Yəni doğru cavabımız D variantıdır deyəcəyik. Növbəti suala keçirik. Xəritə sxemə əsasən inzibati rayonlara aid olan xüsusiyyətləri bizdən istəyir. İlk öncə biz bu inzibati rayonları tanımalıyıq. Məsələn, birinci rayon biz qeyd edəcəyik ki, Şabran rayonudur. İkinci rayon Samux rayonudur. Üçüncü rayon Ordubaddır. Dördüncü rayon Zaqataladır. Beşinci rayon Ucardır. Və 6-cı rayon Masallıdır. İndiyə baxaq. Deməli, birinci sıra deyir. Birinci və 6-cı, yəni Şabran və Masallı şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu doğrudur. Yəni Xəzər sahili mövqedə olan rayonlarımız, şəhərlərimiz şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Şabran və Masallı da həmçinin. İkinci bəndə baxaq. İkinci və beşinci, yəni Samux və Ucar. Ərazisində ses mövcuddur. Samuqda var. Yenikənd su elektrik stansiyası var. Amma Ucarda su elektrik stansiyası yoxdur. Ona görə ikini seçməliyik. Üçüncü sıraya baxaq. 2 və 3. Yəni Samux və Ordubadda təbiəti qorumaq üçün xüsusi mühafizə olunan ərazilər təşkil edilmişdir. Düz deyir. Belə ki, Samuqda Eldar Şamı qoruğu var. Ordubadda da həm Zəngəzur Milli Parkının bir hissəsi düşür, həm də Ordubad yasaqlığı mövcuddur. Dördüncü sıraya baxaq. 3 və 4. Yəni Ordubad və Zaqatalada xarici ölkə ilə sərhədli yüksək dağlıq ərazilərdən və tranzit çaydan keçir. Ordubadın Ermənistanla sərhədli Zəngəzur silsiləsindən, İranla sərhədli Araz çayından keçir. Zaqatalanın Rusiyanın sərhədli Başqafqaz silsiləsindən, Gürcüstan ilə sərhədli isə Qanıq çayından keçir.
Deməli doğrudur bənd. 1 və 5-ci bənddə deyir ki, 1 ilə 4, yəni Şabran və Zaqatala ilə bağlı deyir ki, aid olduğu iqtisadi rayonlar Faraş tərəvəzçilik üzrə ixtisaslaşıb. Deməli, Şabran, Quba Xaçmazar, Zaqatala, Şərqi Zaqatala iqtisadi rayonuna aiddir ki, bunların heç birində Faraş tərəvəzçilik yoxdur. Faraş tərəvəzçilik anlayışı Lənkəran, Astara iqtisadi rayonuna aiddir. 5 və 6, yəni Ucar və Masallı. Əhalinin milli tərkibi mürəkkəbdir. Masallının milli tərkibi mürəkkəbdir. Çünki talışlar burada məskunlaşıb, amma bilməlisən ki, Ucar yekcinsdir. Sadəcə Azərbaycanlılar yaşayır. Deməli, əziz yoldaşlar, bizim sualımızın doğru cavabı 1, 3 və 4 olacaqdır. Yəni, bizim sualımızın doğru cavabı biz qeyd edəcəyik ki, məhz 1, 3, 4 olmaqla A variantıdır deyəcəyik. Növbəti sualımız 23 nömrəli test tapşırığında qeyd olunur ki, nöqtələr üsulə tərtib olmuş xəritədə bir nöqtə 1000 nəfəri ifadə edir. Həmin xəritədə sahəsi 30 min kvadrat kilometr olan A regionunda 600 nöqtə qeyd olunmuşdursa, regionda əhali sıxlığını hesablayın. Baxın, bir nöqtə şərtdə qeyd olunduğu kimi 1000 nəfəri ifadə edir. Düzdürmü? 600 nöqtədən istifadə ediblər. 600 nöqtə neçə nəfər ifadə edəcək? Təbii ki, deyəcək ki, 600 min insanı ifadə edir. Deməli, burada 600 min nəfər əhali məskunlaşır və 30 min kvadrat kilometrdə ərazi var. Sıxlıq nəyə bərabərdir? Sıxlıq bərabərdir. Əhalinin sayı bölünsün ərazinin sahəsinə. Əhalinin sayı 600 minə bərabərdir. Onu da bölürük 30 minə. Belə ki, burada 3 sıfır getdi. 1 sıfır da belə getdi. 60'ı da 60'ı da 3'e böləndə alırıq 20. Demək, burada hər kvadrat kilometrə 20 nəfər düşəcəkdir. Sualımızın doğru cavabı olacaq 20. Növbəti sual. Doğru ifadələr deyir, müəyyən edin. Azərbaycanda böyük kabadaş daşımalar əsas yer tutur. Xeyr, Azərbaycanda kiçik kabadaş daşımaları görə bilərik. Böyük kabadaş əsasən bir neçə dəniz sahilində yerləşən dövlətlərə məxsusdur. Məsələn, Türkiyə, ABŞ, Meksika, həmçinin Fransa, Almanya, Danimarka, bu kimi ölkələrdə, Rusiya, bu kimi ölkələrdə, həmçinin Avstraliyanı da əlavə edilir. Bunlarda böyük kabadaş görə bilir. Amma Azərbaycanda sadəcə kiçik kabadaş daxildir. Ona görə bir düz deyil. Yük daşımalarda əsas yer Sakit Okean tutur ifadəsi doğru deyil. Çünki yük daşımalarda əsas yer Atlantik Okean tutur. Dəniz nəqliyyatı ilə daşınan əsas yüklərdən biri taxıldır ifadəsi tamamilə doğrudur. Yük dövrəsinə görə ən böyük limanlar Asiyanın şərqində yerləşir. Bəli, Çinin limanları, Cənubi Koreyan və Yaponiyanın limanları nəzərdə tutulur. Doğru bənddir. Dünya ticarət donanmasına inkişaf etmiş ölkələr başçılıq edir ifadəsi doğru deyil. Əsasən ucuz bayraq adı altında dünya ticarət donanmasını görə bildiyimiz üçün deyəcək ki, əsasən dünya ticarət donanmasına ucuz bayrağa görə əsasən inkişaf etməkdə olan ölkələr başçılıq edir. 5-ci bənd doğru deyil. Dəniz nəqliyyatının beynəlxalq sərnişin daşımasında payı azdır ifadəsi tamamilə doğrudur. Yəni bu sualın doğru cavabı 3, 4 və 6 olacaqdır. Növbəti sualımız Baş Qafqaz və Zəngəzur silsilələrinin fərqli xüsusiyyətlərini müəyyən edindir. Dağ buzdağına malikdir. Hər ikisini dağ buzdağı görə bilərik. Zəngəzurda Qapıcıq zirvəsində. Baş Qafqazda isə istər Bazardüzü, Bazaryurt, Tufandağ, Raqdan, Çingiz Mustafayev, Zəfər zirvəsi kimi zirvələrdə biz dağ buzdağı görə bilərik. Orta dağlıq zonaya 1200 mm-dən çox yağıntı düşür. Ümumiyyətlə Zəngəzura əsasən 1000 mm-dən artıq yağıntı düşmür. Hətta deyərdim ki, 809 mm-dən çox yağıntı düşmür. Amma Baş Qafqazda biz 1200 mm-dən çox yağıntı görə bilərik. Hətta 1600 mm-ə qədər yağıntı düşür Baş Qafqaza. Yəni, ikinci fikir Baş Qafqazı Zəngəzurdan fərqləndirir. Yerləşdiyi təbii vilayətin ən hündür zirvəsi burada yerləşir. Baş Qafqaz, Böyük Qafqaz vilayətinə aiddir. Belə ki, Böyük Qafqaz vilayətinin ən hündür zirvəsi Bazardüzüdür. O da Baş Qafqaz silsiləsində yerləşir. Zəngəzur Orta Araz vilayətinə aiddir və Orta Arazın ən yüksək nöqtəsi Qapıcıqdır. Belə ki, Qapıcıq da Zəngəzur silsiləsində yerləşir. Deməli, 3-cü bənd hər ikisi üçün ümumi olan fikirdir. Maqmatik suxurlar geniş yayılmışdır. Bu Zəngəzura aiddir. Zəngəzurda maqmatik suxurlar geniş yayılsa da Baş Qafqazda maqmatik suxur sadəcə Zaqatala və Balakən ərazisində polimetal yataqlarının olduğu ərazilərdə rast gəlir. Yəni geniş yayılmır. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipi yayılmışdır ifadəsi bilməlisiniz ki, aiddir Baş Qafqaza. Baş Qafqazda bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipini görə bilərik. Amma və lakin Zəngəzurda görməyəcəyik. Su ayrıcı boyu dövlət sərhəddə keçir. Bəli, Zəngəzur
boyunca Ermənistanla sərhəd mövqeyimiz var. Başqafqaz boyunca da Rusiya ilə sərhəd mövqeyimiz var. Yəni 6-cı fikir hər ikisi üçün də oxşardır. Bu da Başqafqaz və Zəngəzuru bir-birindən fərqləndirən 2-ci, 4-cü və 5-ci fikirlərdir. Doğru cavabımız 2, 4, 5 olacaqdır. Növbəti sualımız deyir ki, doğru sıraları müəyyən edin. Baxaq, burada ucqar nöqtələr verilib və həmin ucqar nöqtələrə yanvarda və iyulda daxil olan hava kütlələri. Bu sual əslində mürəkkəb bir sualdır. Sizin burada həm bu ucqar nöqtələri tanımağınız vacibdir, həm də bu ucqar nöqtələrin hansı iqlim qurşağında yerləşməyini bilməyiniz vacibdir. Belə ki, İynəburnu Afrikanın ucqar cənub nöqtəsidir. Cənubi Afrika Respublikasında subtropik iqlim qurşağında yerləşir. Və subtropik iqlim qurşağında, cənub subtropik iqlim qurşağında yerləşdiyi üçün əsasən yanvarda tropikin, iyulda mülayimin təsirinə məruz qalır. Ona görə birinci bənd doğrudur. Çünki subtropik iqlim qurşağı bilirsiniz ki, yayda tropikin, qışda mülayimin təsirinə məruz qalır. Cənubun da yay ayları dekabr, yanvar, fevral ayları olduğu üçün, deməli dekabr, yanvar, fevral aylarında tropik hava kütləsinin, cənubun qış ayları iyun, iyul, avqust ayları olduğu üçün, deməli iyun, iyul, avqust aylarında mülayim hava kütləsinin təsirinə məruz qalır. İynəburnu ucqar nöqtəsi. Gələk Mariato burnu. Mariato burnu Şimal Amerikanın ucqar cənub nöqtəsidir. Şimal yarımkürəsində yerləşir. Şimal subekvatorialda yerləşir. Şimal subekvatorial yayda ekvatorialın, yəni iyun, iyul, avqustda ekvatorialın, dekabr, yanvar, fevral aylarında isə tropikin təsirinə məruz qalır. Deməli, 2 də doğrudur. Cənub-şərq burnu Avstraliyanın ucqar cənub nöqtəsidir. Subtropik iqlim qurşağında yerləşir və az öncə qeyd etdik ki, cənub subtropik yayda, yəni dekabr, yanvar, fevral aylarında tropikin, iyun, iyul, avqust aylarında mülayimin təsirinə məruz qalır. Burada isə əksinə yazıldığı üçün biz bu bəndi seçmirik. York burnu Avstraliyanın ucqar şimal nöqtəsidir. Cape York yarımadasında yerləşir. Cənub subekvatorialdadır. Və sən az öncə dediyim kimi subekvatorial yayda ekvatorialın, qışda tropikin təsirinə məruz qalır. Cənub yarımkürəsinin yay ayları dekabr, yanvar, fevral ayları olduğu üçün deməli dekabr, yanvar, fevral aylarında York burnu ekvatorialın, iyun, iyul, avqust aylarında isə tropikin təsirinə məruz qalacaq. Burada isə əksi də verilib. Ona görə seçmirik. Murchison burnu Şimal Amerikanın ucqar şimal nöqtəsidir. Məhz yerləşir Kanada ərazisində, Butiya yarımadasında, Arktik iqlim qurşağında və il boyu Arktik hava kütləsinin təsirinə məruz qalır. Yəni yanvarda da, iyulda da Arktikin təsirinə məruz qalır. Burada yanvarda mülayimin təsirinə məruz qaldığı ifadəsi doğru deyil. Bu sualın doğru cavabı 1 və 2 olacaqdır. Növbəti sualımız deyir, uyğunluğu müəyyən edin. Azərbaycan, Qazaxıstan və Türkmənistan verilmişdir və bunlarla bağlı doğru fikirləri nəzərə yetirək. Xəzər hövzəsində ən uzun sahil xəttinə malikdir, əlbəttə ki, Qazaxıstan. Yanacaq ehtiyatlarının əsas hissəsi Xəzər dənizinin şelf zonasında yerləşir, təbii ki, Azərbaycan. Çünki Qazaxıstanın və Türkmənistanın əsas qaz və neft yataqları quruda yerləşir. Asiyanın ən alçaq nöqtələrindən biri Karagiyev çökəkliyidir. O da Qazaxıstan ərazisində yerləşir. Ona görə də C bəndi Qazaxıstana aiddir. Subtropik kontinental iqlim tipi Türkmənistana aiddir. Ərazisində geosinkronda yerləşən ovalıq vardır. Biz burada ovalıq Azərbaycanda və Qazaxıstanda görəcəyik. Belə ki, Azərbaycanda Küraz ovalığı, Qazaxıstanda Tron ovalığı. Tron ovalığı geosinkronda yerləşmir. Tron ovalığı cavan platformadır. Hertzin dağı əmələ gəlməsinə aiddir. Ərazisində geosinkronda yerləşən ovalıqdır. Ovalıq vardır ifadəsi Azərbaycana aiddir. Söhbət də Küraz ovalığından gedir. Deməli, 1-ə BY, 2-yə AC, 3-ə də D uyğun gələcəkdir. Burada deməli, situasiyanın bağlı verilmiş mətnə nəzər yetirək. Son dövrdə iqlim dəyişikliklərində antropogen amillərin təsiri xeyli artmışdır. Buna əsas etibarilə sənayinin güclü inkişafı enerji mənbələrinin geniş istifadədə səbəb olmuşdur. Bu da iqlimin qlobal istiləşməsi problemini gətirib çıxarmışdır. Antropogen amillərin təsirini azaltmaq üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də yanacaq növlərini ekoloji cəhətdən daha təmizlərlə əvəz etməkdir. Məsələn, daş kömürlə işləyən müəssisə istilik vermə qabiliyyəti, məsələn, daş kömürlə işləyən müəssisə istilik vermə qabiliyyəti 9800 kilokalori olan ay yanacaq növündən istifadə edərək daha səmərəli işləyə bilər. Əziz yoldaşlar, siz bilməlisiniz ki, 9800 kilokalori enerji vermə qabiliyyəti qaza aiddir. Qazın bir kubmetri 9800 kilokalori enerji verir. Yəni, burada təbii qazdan biz deyəcəyik ki, söhbət gedir. Deməli, burada müxtəlif səbəblər və nəticələr yazmaq olar əslində.
Yani insanların antropogen təsirləri nə üçün artıb da sənayinin inkişafı, ümumiyyətcə e, biz deyirik ki, insanların sayı artır, insanların tələbat ödəmək üçün sənaye inkişaf etməlidir, nəqliyyat vasitələrindən istifadə və s. Beləliklə antropogen təsir təbii ki artır və onların nəticəsi təbii ki birbaşa təbiətə təsir göstərir. Ekoloji problemlər yaranır, qlobal problemlər yaranır, hava çirklənir və s. belə müxtəlif, yəni problemlər yazmaq olar. Burada 29-da ayanacaq növün şərti işarəsini demək yox, şərti yanacaq əmsalını istəyir ki, bilməlisən ki, qazın şərti yanacaq əmsalı 1,4-dən bərabərdir. Söhbət gedir burada qazdan və ay yanacağından istifadənin, yəni qazdan istifadənin səmərəliyi həm ekoloji cəhətdən daha təmizdir, həm nəql olması daha rahatdır, həm də ehtiyatı daha çoxdur. Bu kimi ifadələr yazmaqla, yəni doğru yaza bilərik. Problemin yaranmasında daha çox iştirak edən ölkələri kontur xəritdə rəqəmlərlə qeyd edib yazın. Əsasən burada biz sənayesi güclü olan ölkələri yaza bilərik. Sənayesi güclü olan ölkələr hansı ki enerjini daha çox istehsal edən ölkələr, yəni bu kimi ölkələrdə biz deyəcəyik ki, bu problemlər özünü göstərir. Yəni antropogen amillər, antropogen təsirlər daha çoxdur. Yəni siz bura həm inkişaf etmiş ölkələri, həm də inkişaf etməkdə olan bir çox, məsələn, Çin kimi, Hindistan kimi, Braziliya kimi dövlətləri əlavə edə bilərsiniz. Bu dövlətlər məsəl sənayesi güclü olan dövlətlərdir, hansı ki onlarda bu problemlər daha çox özünü göstərməkdədir. Belə, model testlərinin tam olaraq izahını sizə təqdim etdim. Ümid edirəm ki, hər bir izah tam detallı şəkildə sizə aydın olmuşdur və belə, yəni ümid edirəm ki, faydasını görmüşsünüzdür. Bu qədər.